müəllif davam edərək deyir ki, وَمَا أُضِيفَ لِلنَّبِيِّ الْمَرْفُوعُ وَمَا لِلتَّابِعِينَ هُوَ الْمَقْطُوعُ. Yəni şeirdə deyir ki, nəbiyə izafə olunan, yəni nəbiyə aid edilən mərfudur, tabiinə aid olan isə məqtudur. Yəni o söz, hərəkət, hər nədirsə, hansı ki, hədis adlandırdığımız Peyğəmbərə nisbət olunana mərfu deyilir. Yəni mərfu hədis dedikdə Peyğəmbərə nisbət olunandır. Məqtu hədis dedikdə isə tabiinə qədər gələndir. Yəni tabiindən ötəyə keçmir. Tabiinə qədər gələn də məqtudur. ذكر المؤلف رحمه الله نوعان من أنواع الحديث وهما المرفوع والمقطوع. Deyir ki, müəllif rahimehullah hədis növlərindən iki növ zikr edir və bunlar da mərfu və məqtudur. Və nəqulu innəl həditha bi'tibarin min əsnadin iləyhi yənqasimu ilə thələthəti əqsam. Və deyəcəyik ki, sənəd etibarı ilə, yəni sənədə etibar, isnada etibar cəhətdən hədislər üç qismə bölünür. Hansıdır bunlar? Birinci qism əl-mərfu, yəni bayaq dediyimiz. Və ikinci qism, hansı ki, burada şeirdə keçmir, irəki dərslərdə keçəcəyik, lakin yeri gəldiyi üçün burada müəllif qeyd edir. İkinci növ olaraq məvquf. Yəqin ki, kitablarda, dipnotlarda falan rast gəlmişsiniz, məvquf hədis. İkinci olaraq deyir ki, əl-məvquf və ləm yəzkurhun nəzimu huna və səyəzkuruhu fīmə bə'də. Deyir ki, məvquf haqqında deyir ki, nazim, yəni bu şeiri yazan, burada bunu zikr etməyib və o irəlidə gələcək. Və üçüncü olaraq da əl-məqtu. Məqtu da bayaq dediyimiz tabiinə isnad olunan. Və yaxtəlifu həzihi thələthətu bi-ixtilafi muntəhəs sənəd. Deyir ki, bu hər üçünün də, yəni fərqi odur ki, sənədin sonluğunun, yəni kimlə bitməsi. Yəni sənədin sonluğunun nə ilə bitməsi ilə əlaqəli, bunlar bir-birindən fərqlənirlər. Fəmə intəhə sənəduhu ilə Nəbi sallallahu aleyhi və səlləm fəhvə mərfu. Sənədi Nəbi sallallahu aleyhi və səlləmlə bitən mərfudur. Yəni, dediyimiz ittisalü sənəd ki, var idi, hansı ki, ravi tutaq ki, tabiindən başlayır və yaxud da ətbə tabiindən başlayır. Ətbə tabiin öz tabiin müəllimindən, o səhabədən, o da Rasulullah sallallahu aleyhi və səlləmdən nəql edir. Yəni, sənəd ta Peyğəmbər sallallahu aleyhi və səlləmə qədər gedib dayanır. Və buna deyilir mərfu. Və mə intəhə ilə səhabi fəhvə məvquf. Və sonluq ki, səhabə ilə bitir, yəni səhabədən ötəyə Peyğəmbərə keçmir. Səhabədən nəql olunur və buna da deyilir məvquf. Və mə intəhə ilə mən bə'dəhə fəhvəl məqtu. Və ondan sonra gələn, yəni səhabədən o yana isə deyir, məqtu adlanır. Bu tabiin də ola bilər, tabiindən başqası da ola bilər. Fəl-mərfu huvə mə udifə ilə Nəbi sallallahu aleyhi və səlləm min qavl əv-fi'l əv təqrir. Mərfudir, odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə söz olaraq, feil olaraq və təqrir olaraq idafə olunur. Yəni, Peyğəmbərə aid olunur. Təqrir də nədir? Yəni, səhabə hər hansı bir şeyi dedi və yaxud da etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm də onun etdiyi bir şey qarşı gəlmədi. Yəni, onu təsdiqlədi. Yəni, buna deyilir təqrir. Misali qavluhu sallallahu aleyhi və səlləm innəməl ə'məli bin niyyət və innəmə likulli imrin mə nəvə. Və həzə mərfu min qavl. Burada sözdə, yəni Peyğəmbərin mərfunun, yəni sözə aid olanına misal verir. Deyir ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləm sözüdür ki, hansı ki, sizlərin çoxunuzun da əzbərə bildiyiniz məşhur İnnəməl ə'məli bin niyyət hədisinin əvvəlini bildirir. Deyir ki, həqiqətən əməllər niyyətlərə görədir və hər kəsə niyyət etdiyi şey vardır. Yəni, burada
Peyğəmbər sallallahu əleyhi və səlləmin sözüdür və bu da yəni mərfuya misaldır söz olaraq. Və misalu fi'l Peyğəmbərin feilinə, yəni hərəkəti ilə bağlı bizə gələn hədisə misal Təvəddəə Nəbi sallallahu əleyhi və səlləm fəməsəh alə xuffey. Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni Nəbi sallallahu əleyhi və səlləm dəstəmaz aldı və xuflarını məsh etdi. Yəni burada söz deyil, Rasulullah sallallahu əleyhi və səlləmin etdiyi bir şeyi bizə hədis olaraq rəvayət edirlər. Bu da mərfunun feil olaraq gələndən misaldır. Və növbəti olaraq da və misalu təqrirə, yəni başqasından eşidilənə, başqasının etdiyinə təsdiq olaraq qavluhu sallallahu aleyhi və səlləm li cariyə eynəllah qalət fis-səmə. Buna da misal verir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin cariyəyə sözü Allah haradadır? O isə deyir ki, səmada. Və əqarrəxə alə zəlikə. Yəni ki, Rasulullah onu, yəni həmin cariyəni bu işdə təsdiqlədi. Və həzə mərfu minət təqrir. Bu da təqrirə, yəni misaldır. Mərfunun, yəni təqrir olanına misaldır. Və həl məfu ilə fi vaxtihi, əv qilə fi vaxtihi yəkunu mərfuən. Burada sual verir ki, deyir ki, yəni Rasulullah sallallahu aleyhi və səlləmin vaxtında edilən və yaxud da deyilən, onun zamanında olan, yəni səhabə tərəfindən ediləndir. Bunlar da mərfu sayılırmı? Yəni səhabənin Rasulullah sallallahu aleyhi və səlləm zamanında dediyi bir söz və yaxud da etdiyi bir şey də mərfu sayılırmı? Nəqul, deyəcək ki, in alimə bihi fəhvə mərfu. Əgər Rasulullah sallallahu aleyhi və səlləm tərəfindən bu şey bilinirdisə, məsələn, bu etdi bu əməli, Rasulullah da onu gördü, bildi, eşitdi hər hansı bir yolla. Əgər bilirsə, ləənnəhu yakunu qad əqarra zəlikə. Bu mənaya gəlir ki, o bunu təsdiqlədi. Və illəm ya'ləm bihi fələysə bil mərfu. Əgər onu bilmirsə, biz bunu mərfu saymayacağıq. Yəni, bu mərfu sayılmayacaq. Ləənnəhu ləm yudif ileyhi. Çünki, yəni, bu ona aid edilməyəcək, Peyğəmbərə idafə olunmayacaq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm həmin vaxtı o məsələni bilməyib. Yəni, səhabə bunu edəndə görmədiyi, cəhalət cəhətdən bilməyib yox, sadəcə o məsələni görmədiyindən, eşitmədiyindən dolayı onu Peyğəmbərə aid eləyə bilməyəcək. وَلَكِنَّهُ هُجَّةٌ عَلَى قَوْلِ səhih. Lakin o, yəni səhabənin etdiyi bu şey, səhih bir söz olaraq hüccət sayılacaq. Yəni, mərfu sayılmasa belə hüccət sayılacaq. وَوَجْهِ كَوْنِهِ هُجَّةٌ إِقْرَارُ اللّٰهِ إِيَّهُ. Burada da illəti izah eləyir. Yəni, səhabənin sözü və yaxud da feilin nəyə görə raf olmasa belə, yəni mərfu olmasa belə nəyə görə hüccətdir? Deyir ki, Allahın onları təsdiqləməsi yönündən bu hüccət sayılacaq. Burada inşallah misaldan daha yaxşı başa düşərsiniz. وَالدَّلِيلُ عَلَى هَذَا أَنَّ السَّحَابَ رِضْوَانُ اللّٰهِ عَلَيْهِمْ اِحْتَاجُوا بِإِقْرَارِ اللّٰهِ لَهُمْ فِي بَعْدِ مَا يَفْعَلُونَهُ وَلَمْ يُنْكِرْ عَلَيْهِمْ ذَٰلِكَ. Deyir ki, səhabələr, Allah onlardan razı olsun, yəni bir şey etdikləri zaman, yəni Allah onları ya təsdiqləyirdi, ya da onları inkar eləyirdi bu ilə, nəhy eləyirdi. Daha açıq deyəcək olsaq, kəmə qalə Cabir radiyallahu anhu, Cabir radiyallahu anhu dediyi kimi, deyir ki, kunnə nə'zilu vəl-Qur'anə yənzil. Biz deyir, özümüzü təcrid eləyirdik və Quran nazil olurdu. Buradan nə qəsd olunur? Deyir ki, yəni biz etdiyimiz əməllərə diqqət edirdik, çünki həmin vaxtda Quran nazil olurdu. Və kənəl Qur'anə yənzilu fi əhdi Nəbi sallallahu aleyhi və səlləm və kəənnəhum yəqulunə ləv kənə həzəl fi'lu hərəmən lənəhəllahu anhu fi kitabihi əv əhə ilə Rasulihi sallallahu aleyhi və səlləm bizəlik. Li'annəllaha la yuqirrul haram. Burada daha aydın deyir. Çünki
Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanında Quran nazil olurdu və biz də deyirdik ki, əgər etdiyimiz bu şey haram olsaydı, Allah kitabında, yəni bunu qadağan eləyərdi və yaxud da Rasulullah sallallahu əleyhi və səlləmə vəhy endirərdi bundan bağlı. Çünki Allah əzzə və cəllə haramı heç vaxt təsdiqləməz. Və dəlilu alə zəlikə qavluhu təalə və buna da dəlil gətirir Allah əzzə və cəllənin ayətini Nisa surəsindən ayətdir. Yəstəxfunə minən nəsi və lə yəstəxfunə minəllahi və huvə mə'hum İz yubəyyitun mə lə yərdə minəl qavl. Ayətdə deyir ki, onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən onu insanlardan gizlədir və öz yanlarında olan Allahdan isə gizlətmirlər. Yəni, öz yanlarında olan Allahdansa gizlətmirlər. Yəni, Allah hər yerdə onları gördüyü halda, Allah hər yerdə onları eşitdiyi halda, yəni gizlində günahları eləyirlər, ancaq Allah onların sözlərindən razı qalmadığı halda gecələri insanlardan gizlin halda, yəni günah əməlləri işləyirlər. Bunu da dəlil olaraq nəyə gətirir? Fəhəuləillezine yubəyyituna mə lə yardahullahu teala min qavli qad istəxfu ən əyunin nas və ləm ya'ləm bihimin nasu və lakin ləmmə kənə fi'lihum xayru Mərdiyin indallahi Teala ənkərallahu aleyhim zəlikə. Və ayəti demək olar ki, eyni sözlərlə açıqlayır ki, onlar o kəslərdir ki, Allahın razı qalmadığı əməlləri yəni eləyərək gecələyirlər, Allah onların sözlərindən razı olmadığı halda dedikləri şeylərdən. Lakin insanların gördükləri yerdə bunu etməyə utanırlar. Hansı ki, insanlar bunu bilmir, lakin Allah onların etdiklərini bilir və bundan razı deyil və bunu da Allah Əzzə və Cəllə inkar edir. Yəni, burada nəyi demək istəyir? Gizlində də olsa, aşkarda da olsa, səhabələr, yəni bu ayət səhabələr haqqında denir. Gizlində də olsa, aşkarda da olsa, səhabələr haram olan, Allahın sevmədiyi, Allahın razı qalmadığı bir şey etsəydilər, Allah dərhal ya ayət indirirdi, ya Rasulullah sallallahu əleyhi və səlləmə vəhy endirərək onlara bu məsələni qadağan eləyirdi. Razı qaldığı şey idisə də bunu təsdiqləyirdi. Burada sahabə sözünün nəyə görə hüccət olduğunu izah etməkdən ötürü beləcə dəlilləndirirlər ki, sahabə bir şey dedisə, sahabə bir şey etdisə, o şey hüccətdir. Çünki onlar Rasulullah zamanında yaşayırdılar, vəhy zamanında yaşayırdılar. Onların etdiyi şey pis bir şey olsaydı, Allah və Rasulü onlara qadağan edərdi. Yox, əgər eləyirlərsə, demək ki, bu caiz olan və hüccət olan əməllərdəndir. Fədəllə hədə alə ən mə fuilə fi əhdi nəbi sallallahu aleyhi və səlləm və ləm yunkirhullahu tealə fəinnəhu hüccə. Yəni, təbii ki, burada Nəbi sallallahu aleyhi və səlləmin vaxtında etdiyi şeylərdən söhbət gedir. Və burada da deyir ki, bu da dəlildir ki, Nəbi sallallahu aleyhi və səlləmin zamanında, yəni onların etdiyi əməllər, Allah onu inkar etmirsə, bu hüccətdir. Ləkinnənə lə nusəmmihi mərfuən. Lakin biz onu mərfu adlandırmırıq. Çünki biz nə keçdik? Mərfu Rasulullah sallallahu aleyhi və səlləmin dediyi, etdiyi və təsdiqlədiyi şeydir. Burada isə biz dedik ki, Rasulullah sallallahu aleyhi və səlləm zamanında edilən, ancaq bizə məlum deyil, Rasulullah bunu görüb, bilib. Əgər bilməyibsə, yenə hüccətdir, lakin mərfu hökmündə deyil. Və dəlikə li'annəhu lə təsuhhu nisbətuhu ilə Nəbi sallallahu aleyhi və səlləm. Çünki deyir, səhih deyil, doğru deyil ki, bunu Nəbi sallallahu aleyhi və səlləmə nisbət edək. Nəyə görə? Çünki bilinmir. Bunu Rasulullah sallallahu aleyhi və səlləm bilib, yoxsa bilməyib. وأما ما أضيف إلى الله تعالى من الحديث فإنه يسمى الحديث قدسي أو الحديث إلهي أو الحديث رباني لأن منتهاه إلى رب العالمين عز وجل. Deyir ki, lakin Allah Teala'ya
idafə olunan, ona aid edilən hədisə gəldikdə, onu nə adlandırırıq? Hədisu qudsi və yaxud da hədisu ilahi və yaxud da hədisu Rabbani. Çünki yəni bu Rəbbil aləmin olan, yəni Əzzə və Cəlləyə, Allah Əzzə və Cəlləyə aid edilir. Vəl-mərfu muntahahu ilə Nəbi sallallahu aleyhi və səlləm. Mərfu isə Nəbi sallallahu aleyhi və səlləmdə bitir. Ümid edirəm ki, bura qədər aydındır. Və qavluhu məli təbiin huvəl məqtu. Və şeirdəki keçir və məli təbiin huvəl məqtu. Tabiinə aid olunan isə məqtudur. Və hədə huvəl qismu səbiyu. Vəl-məqtu huvə mə udifə ilə təbiin və mən bə'də. Məqtu isə deyir, odur ki, tabiinə və ondan sonra gələnlərə aid olunur. Həkəzə səmməhu əhlül ilmi bil hədis. Və beləliklə də elm əhli bunu hədis adlandırıblar. Sumyə bizəlikə liənnəhu munqatiyu fi rutbətin ənil mərfu. Yəni, bunun belə adlanmasının səbəbini deyir ki, bu, yəni mərfudan aşağıdır mərtəbə olaraq. Və anil məvquf və məvqufdan da həmçinin, məvquf sahabədə dayanan idi, mərfu isə Rasulullah sallallahu aleyhi və səlləmdə dayanan idi. Və buna misal verirdir. Mə ləv nüqlə kələmun anil Həsən el-Bəsri rahiməhullah və nəqulu anhu hədə əsərun məqtun. Və deyir, əgər biz Həsən el-Bəsri rahiməhallahdan bir nəql etsək və deyəcəyik ki, bu məqtu əsərdir. Məqtu olan əsərdir, hansı ki, Həsən el-Bəsridən rəvayət olunur. Və mə udifə ilə səhabi nəvən. Bu hissəsinə diqqət eləməyiniz lazımdır dərsin əsas. Çünki əsas maraqlı faktların bir çoxu burada cəmlənib deyə bilərəm. Səhabəyə idafə olunan deyil, iki cürdür, yəni iki növdür. Məvquf hədis. Mə səbətə ləhu hukmu raf. Fə innəhu yüsəmmə indəhum əl-mərfu hukmən. Bu nədir? İki cürdür. Birincisi, onun hökmü rafdır. Bu nə deməkdir? Hədisin özü məvqufdur. Yəni, Rasulullaha qədər gedib çatmır. Özü gedib çatmasa da, ona hökm olaraq raf hökmü verilir. Və ona da deyilir ki, mərfu hukmən. Əl-hədisul məvquf, məvquf hədis, əl-mərfu hukmən. Hökm olaraqsa mərfu. Onu inşallah indi misallarla izah eləyəcək, daha aydın olacaq sizin üçün inşallah. Və ikinci növ isə deyir ki, və mə ləm yəthbut ləhu hukmur raf fə innəhu yusammə məvqufən. Onun hökmünün raf olması sabit olmadığı üçün sadəcə adlanır məvquf. Fəl-əthəru ləti turva ən Əbi Bəkir və Umar radiyallahu anhuma əv ən əyyi vahidin minəs-səhabə nüsəmmihə məvqufən və hədə huvəl-istilah. Yəni, bu istilah olaraq, ümumiyyətlə bu keçilən termin olaraq, deyir ki, səhabənin hər hansı birindən, Əbu Bakırdan, Ömərdən, Allah onlardan razı olsun, səhabələrin hər hansı birindən rəvayət olunan hədis, söz adlanır məvquf, adlanacaq məvquf. Vəl-uləmə qal fi dabiti fil-mərfu hukmən huvəl-ləzi leysə lil-iştihad və rə'yi fihi məcəllun fə innəmə yu'xədu həzə ən şəri. Alimlər, yəni bir qayda olaraq mərfu hukmən dediyimiz ki var, hansı ki məvquf hədisdə ancaq hökmü mərfudur. Bu barədə bir qayda olaraq alimlər deyirlər ki, o həmin hədisdir ki, orada ictihada yer yoxdur və orada rəyə yer yoxdur. Bu ancaq şəriət sahibindən götürülür. Yəni, Allah Əzzə və Cəllədən götürülür və yaxud da Allah Əzzə və Cəllə vasitəsi ilə şəriəti gətirən Rasulullah sallallahu aleyhi və səlləmdən götürülür.
Yəni bir hədisin, bir məvquf hədisin hökmünün mərfu olmasından ötürü burada yəni səhabə ictihad elədi. Səhabə burada öz rəyini gətirdi. Deyir ki, buna əsla və əsla yer yoxdur. Misal: "Ma izə haddəsə səhabiyyu an əxbar yevmil qiyamə əv əl-əxbaril qaybi fə innənə nəqulu fihi həzə mərfu hukmən." Deyir, əgər səhabə bizə hədis rəvayət etsə, hansı ki, qiyamətlə bağlı xəbərlərdir və yaxud da qeybi xəbərlərdir və biz deyəcəyik ki, bu mərfu hukməndir. Yəni, hökmən mərfudur. Çünki لأنه ليس لإجتهاد فيه مجال. Çünki orada yəni ictihada yer yoxdur. Və kəzəlikə ləv ənnə səhabiyyə fəalə ibadətun لقلنا هذا أيضا مرفوع hükmən. Və yaxud da səhabə yəni bir ibadət əməli etdiyi zaman yenə ona deyəcəyik ki, bu hükmən mərfudur. Yəni bir ibadəti səhabədən varid olubsa, bir şey ibadətdirsə və dediyimiz kimi burada zəiflərdən söhbət getmir. Adil ravi rəvayət eləyir, dabit olan rəvayət eləyir, sənədi də muttasildir. Bu zaman biz deyəcəyik ki, bu da həmçinin hökmən mərfudur. Yəni, hökmən Rasulullaha nisbət eləyirik. Halbuki sahabədən o yana keçməyib. Və misalu lizəlikə bi'annə Ali ibn Əbi Talib radiyallahu anhu sallə fi salatil kusuf. Və buna misal verir, deyir ki, Ali ibn Əbu Talib, Allah ondan razı olsun, kusuf namazı qıldı. Kusuf namazı da yəqin ki, bilirsiniz, günəş tutulması zamanı qılınan namazdır. Fi kulli rəkatin sələsu rukuatin. Və hər bir rəkətində də 3 dəfə ruku etdi. Mə'ənnə sünnətə cəət bir rukuayni fi kulli rəkə. Lakin, yəni sünnədə gələn, hədislərdə gələn kusuf namazında hər rəkətdə 2 dəfə ruku etməkdir. Yəni, məşhur olan görüşlərdə hər rəkətdə 2 dənə ruku gəlib. Və qalu, həzə lə məcalu li rə'i fihi və lə yumkinu fihi ictihad. Li'annə ədədə rəkəti əmrun təvqifiyyun yəhtəcu ilə dəlilin minəl kitabı əv sünnə. Və deyilir ki, bu barədə burada yəni ictihada yer yox və mümkün deyil ki, burada yəni Əli radiyallahu anh rəyi olsun və yaxud da ictihad olsun. Çünki rəkətlərin sayı təvqifi olan bir işdir və burada kitab və sünnətdən dəlilə ehtiyac var. فَلَوْلَا أَنَّ عِنْدَ عَلِي بْنِ أَبُو طالب رضي الله عنه علما بهذا ما صلى 3 ركعات في ركعة واحدة. Və bu Əli radiyallahu anh yanında, yəni elmi olaraq var, yəni dəlil olaraq var ki, o bir rəkətdə 3 dəfə ruku etdi namaz qıldığı zaman. Və həzə mərfun hukmən. Və bu da hökm olaraq mərfudur. Li'annəhu lə məcalun lil-ictihadi fihi. Çünki burada ictihada yer yoxdur. Yəni burada sahabə ilə bizə misal verərək başa salır ki, sahabə bir əməli bizim hədisdə gördüyümüzdən fərqli eləyirsə, yəni heç kəs deyə bilməz ki, bunu sahabə ictihad etdi, bu sahabənin öz rəyidir, sahabənin öz görüşüdür. Çünki digər dünyavi şeylərdə sahabə öz görüşünü götürə bilər. Ancaq ibadət kimi olan məsələlərdə mümkün deyil ki, sahabənin rəyi, sahabənin ictihadı olsun. Və bu mütləqdir ki, onun yanında Peyğəmbərdən bir elm var ki, Peyğəmbərdən görüb və yaxud da eşidib ki, onu bu cür edir. Və kəzəlikə izə qalə səhabi minəs sünnəti kəzə fə innəhu mərfun hükmə. Və beləliklə, sahabə dediyi zaman ki, sünnətdə belədir və bu da yenə hükmən mərfudur. Ləənnə səhabiyyə izə qalə min sünnəti fə innəmə ya'ni bihi sünnəti Rasulullah sallallahu aleyhi və səlləm.
Çünki deyir, əgər sahabə deyirsə ki, sünnətdən, yəni bu Rasulullah sallallahu əleyhi və səlləmin sünnətidir. Kəqavli İbn Abbas radiyallahu anhuma, necə ki İbn Abbasın, Allah ondan razı olsun, sözü, Hina qıra'al Fatihati fi salatil cənazəti və cəhrən bih. Cənazə namazında Fatihə surəsini cəhrən, yəni səsli şəkildə oxudu. Qalə nətəallumu ənəhə sünnə. Öyrənin, bu sünnədir. Əv yuallimu ənəhə sünnə. Və yaxud da yenə bunu öyrənin, bu sünnədir. Yəni səsli oxumaq yox, cənazə namazında Fatihə surəsini oxumaq sünnədir. Və insanlar bunu bilmədikləri üçün, yəni bir dəfə göstərmək baxımından İbn Abbas radiyallahu bunu səsli şəkildə oxudu Fatihə surəsini və insanlara da dedi ki, yəni bunu öyrənin, bu sünnədir. Yəni bu sünnədir dedi və sahabə sözüdür. Biz bilirik ki, bu sözü Rasulullah demədi, İbn Abbas dedi. Lakin bu da yenə nə olacaq? Hukmən mərfu olacaq. Çünki İbn Abbas Rasulullahın demədiyi bir şeyi ibadət olaraq insanlara, sünnə olaraq insanlara təbliğ edə bilməz. Kəmə qalə Ənəs İbn Malik radiyallahu anhu, necə Ənəs İbn Malik radiyallahu anh dediyi kimi, minə sünnə İzə təzəvvəcəl bikru alə fəyyib əqamu indəhə səbə. Bir sünnətdəndir ki, yəni dul olanın üzərinə bakirə bir qız aldığı zaman onun yanında 7 gün qalması. 7 gün qalması sünnədəndir. Fəhəzə əmthəlihi yəkunu minəl mərfu hukmən. Və bu misallardakı kimi, yəni bunlar hukmən mərfu olur. Ləənnə səhabiyyü lə yudifu sünnətə illə ilə sünnəti Rasulullah sallallahu aleyhi və səlləm. Çünki səhabə, yəni sünnəti Rasulullahdan başqasına nisbət etməzdi. Yəni ancaq sünnət dedilərsə, bu mütləq Rasulullah sallallahu aleyhi və səlləmin sünnətidir. Və aydən, ləv əxbərə əhədun minəs səhabəti ənil cənnəti və nəri. Və yaxud da səhabədən hər hansı biri, həmçinin cənnətdən və yaxud da cəhənnəmdən danışırsa, deyirsə, hədə mərfu hukmən. Yəni, bu da hukmən mərfu sayılacaq. Yəni, sahabə şəri məsələdə bir məsələ qeyd eləyirsə və o məsələ səhih isnadla gəlibsə, təbii ki, səhabənin sözü, yəni hüccətdir. Səhabənin sözü hüccətdir. Və əgər səhabənin bir sözü, məsələn, deyək ki, Abdullah ibn Abbas alim sahabələrdəndir. Məsələn, Abdullah ibn Məsud alim sahabələrdəndir. Hətta çox məşhur olmayan sahabələrdən hər hansı birinin sözü, alim olan sahabələrin sözü ilə əgər bir-birinə tərs görünürsə, bu zamanda təbii ki, müraciət olunan usullar var. Onları cəm eləmək cəhətdən baxılır sələfi kitablarına ki, onlar bu məsələləri cəm ediblərmi? Mümkündür ki, bu məsələdə 2 görüş olsun. Və mümkündür ki, məsələn, birinci görüş olsun, sonra nəsx olunsun. İkinci görüş, ondan sonra gətirilən görüşdə. Əslində, bunlar bir-birinə müxalif deyirlər. Bu kimi məsələlər geniş təfsilatlı şəkildə baxılır.